Doktor, kimdə nə xəstəlik eşidirəmsə, bu xəstəliyi özümdə axtarmağa başlayıram. Qohumlarımda, sosial şəbəkələrdən hər hansı bir xəstəliyin əlamətlərini eşitdikcə sanki düşünürəm ki, bu xəstəlik məndə də var və artıq həkimlərə getməkdən, müayinələr olunmaqdan yorulmuşam. Mənə necə kömək eləyə bilərsiniz? Bu xəstəlikdirmi, yoxsa bundan can qurtarmaq mümkün deyil? Əlbəttə ki, sadaladığınız problemlər hipoxondrik nevroz adlanan bir nevrozun əlamətidir. Hipoxondrik nevrozu olan insanlar eşitdikləri əlamətləri, qonşularında, yaxınlarında olan xəstəlikləri özlərində düşünməyə başlayırlar və özlərində xəstəlik axtarmağa başlayırlar. Lakin nə qədər müayinələrdən keçsələr də, bütün müayinələri təmiz olsa da, yenə də inana bilmirlər ki, onlarda heç bir problem yoxdur. Bundan qurtarmağın yeganə yolu sırf bu nevroza görə olan müalicələri götürməkdir. Burada həm əlbəttə ki, psixoloqun psixoloji korreksiyaların və psixoloji tövsiyələrin rolu var və eyni zamanda da müəyyən nevroz üçün təyin olunmuş dərmanların çox köməyi olur. Odur ki, uzun müddətli həkimlərə gedib hər hansı bir müayinələrə dəfələrlə pul xərcləməkdənsə, vaxtında müalicə olunun, bu xəstəliyin əlamətlərindən qurtulmaq mümkündür. Bunun üçün sırf nevrozun müalicəsini almaq lazımdır.